Əziz və dəyərli abituriyentlər, bugün sizinlə Paşayeva Sumuzar xanımın Azərbaycan dilinin əvəzlik bölməsinə aid hazırladığı qeydlərə xatırlayacağıq. Deməli, deyir ki, bəzən cümlədəki yerinə görə o və bu əvəzliklərindən sonra vergüldən istifadə edilə də bilər, edilməyə də bilər. Bu hansı hallarda olur? Əgər o, bu əvəzlik cümlədə isim vəzifəsində olarsa, bu zaman vergül qoyulur. Çünki mübtəda olur, şəxs olur. Ancaq sifət olarsa olmur. Çünki burada işarələnir, işarəliyin göstərir. Məsələn, o evin sahibidir. O evin sahibidir. O kim? O. Burada şəxs əvəzliyidir. İkinci cümləyə baxaq. O evin sahibidir. Hansı evin? Məsələn, məktəbin yanındakı evin, kafenin yanındakı evin. Yəni, burada işarə göstərir. Amma birinci cümlədə o, məsələn, onun yerinə qoyursam, Fərid evin sahibidir. Kim evin sahibidir? Fərid. Fikirləşin ki, o yoxdur, Fərid var. Deməli, birincidə oldu şəxs əvəzliyi, ikincidə oldu işarə əvəzliyi. Qeyd, o, bu əvəzliklərindən sonra əvəzlik gəlsə də vergül qoyula bilər. Bu o zaman mümkün olar ki, o, bu əvəzliklərindən sonra gələn sözü ya əlavə kimi işlənsin, ya da həmcinslik əmələ gətirsin. Məsələn, bu, bizim dostumuz, bura yeni gəlib cümləsində, bizim dostumuz birləşməsi bu əvəzliyin əlavəsidir. Bu, indi onu izah edir. Bu kimdir? Bizim dostumuz. Yəni, bu da yenə burada isim mənasında işlənir. Əlavədir, amma ismi xarakteriz edir. Deməli, əvəzlikdən sonra vergül qoymaq olar. Hansı hallarda oldu? Ya əlavə gələrsə, ya da həmcinslik əmələ gətirsə. İkinci, o mənə sabah getməliyik. Mən sabah getməliyik cümləsində o və mən əvəzlikləri həmcinslik əmələ gətirir. Yəni, o, mən, Nihat, filan kəs sabah getməliyik. İnsan adları çəkilir. Ona görə yenə də vergül qoyula bilər. Daha sonra növbəti qeydə baxaq. Növbəti qeyddə hamı, hərə, bəzi, qeyri-müəyyən əvəzlikləri birinci, ikinci, üçüncü şəxsin təkinin yox, cəminin mənsubiyyət şəkillisini qəbul edir. Məsələn, ümumiyyətlə, gəlin bunları hərəmiz, hərəniz, hamınız, hamımız, hamısı, bəzimiz, bəziniz, bəzisi mənsubiyyət şəkillisini qoyaq. Deməli, burada tək olmadı. Çünki hamı, hərə, yəni burada çoxluq bildirir. Mən hamını mənə mənsub edə bilmərəm. Baxın, mən ora birinci şəxsin mənsubiyyət şəkillisini qoya bilmərəm, təkinin. Amma cəmin qoymaq olar hamımız, hərəmiz, məsələn. Keçək 7-yə. Qeyri-müəyyən əvəzliklərindən bəziləri cəmlənə bilir. Elə bəziləri sözü, kimsələr, filan kəslər cəmlənə bildi. Daha sonra hamı, hərə, biri və s. əvəzliklər cəmlənə bilmir. Hamılar, hərələr, birilər olmur. Zaten hamının içində çoxluq var. 9-da kimsə əvəzli iki mənada işlənir. Biri qeyri-müəyyən şəxs mənasında, biri də inkar mənada ola bilir. Məsələn, qeyri-müəyyən kimsə məni səsləyirdi. Kim olduğu bilinmir. İndi başqa bir əvəzliklə əvəz edək. Kim isə, birisi, biri məni səsləyirdi, məsələn, oldu. İndi inkar mənasına baxaq. Kimsə sənə söz deyə bilməz. İnkar və bunun qeyri-müəyyən və inkar olduğunu hardan bilmək olar? Sözün sonundan. Əgər cümlənin sonunda deyə bilməz inkardırsa, deməli buradakı kimsə inkarlıq mənasını bilir. Yəni səni heç kim hədələyə bilməz, sənə heç kim söz deyə bilməz. Sonra hər bütün əvəzlikləri qrammatik şəkildə qəbul etmir. Hər bütün qrammatik, morfoloji dəyişikliyə məruz qalmır. Yəni, heç bir bura şəkilci qoşmaq mümkün deyil. Nə mənsubiyyət, nə cəm, ümumiyyətlə, heç bir şəkilci qoşulmur. Morfoloji dəyişikliyə məruz qalmır. Daha sonra, eyni əvəzliyi morfoloji dəyişikliyə məruz qalır, qrammatik şəkilci qəbul edə bilir. Eynisi, mənsubiyyət, eynilərinə, cəm, mənsubiyyət, yəni qrammatik şəkilciləri qoşmaq mümkündür. Daha sonra qeyd, əvəzliyin hamısı millidir. Deməli, əvəzliklərin hamısı Azərbaycan mənşəlidir. Amma istisnalar var təbii ki də. Filan, filan kəs, bunlar alınma sözlərdir. Əvəzlik bütün nitq hissələrini əvəz etmir. Bütün əsas nitq hissələrini əvəz edir.
Burada bütün nitq hissələrinin və əsas nitq hissələri arasında fərq var. Çünki əvəzlik köməkçi nitq hissələrini əvəz edə bilmir, yalnız əsas nitq hissələrini əvəz edir. Modal sözlərdən istisna olaraq, məsələn, sanki, elə bil, cuya bunlar əvəz edə bilir. Bunlardan əvvəl, sonra, istər söz ortasında heç bir məqamda vergül qoyulmur. Deməli, modal sözlərdən istisna olaraq sanki, elə bil, cuya sözlərindən əvvəl, nə də sonra vergül qoyulmur. Daha bir qeydə keçək. Kim isə, nə isə bunlar nə hallanı, nə də mənsubiyyətə görə dəyişir. Əvəzliyin özünün sualı yoxdur. Çünki əvəz etdiyi nitq hissəsinin sualına cavab verir. Bizimki, sizinki isimdir. Çidən əvvəl yiyəli çal olduğu üçün. Deməli, bizim, sizin, bunlar dedik ki, yiyəli çaldır, isimdir. Özəl, öz əvəzliyindən düzəlir. Daha sonra qaldı mı? Xeyr, bu qədər. İmtahan öncəsi bu suallara baxaraq imtahana gedin. Hər birinizə uğurlar arzu edirəm.